məşhur bəlalarımızdan biri bir Atqat mövzusu ilə bağlı idi. Layihələr var ki, podkast yox, başqa formada və yaxud da podkastlarda da onların bir izləyici kütləsi yoxdur. Amma sən görürsən ki, hansısa bir tanınmış məhsul gedib orada sponsorluq edir. 1, 2, 3 buraxılış nəsə gedir və çıxır gedir. Sonra da fikirləşirsən ki, deyirsən yaxşı, mən bunu davamlı eləyirəm. Bu yoxdur, birdən peyda oldu. Nə cür oldu ki, bu adamlar getdilər ora pul ayırdılar, amma gəlmədilər mənə müraciət eləmədilər və yaxud da başqa davamlı bu işi görən adama müraciət eləmədilər. Bu kimi şeylər nədən baş verir? Tanışlıq, tapışdı, yoxsa nədir bunun səbəbi? İşin bir mərhələsində iş ancaq sizin qeyd elədiyiniz kimi yalnız daxili razılaşmalar, daxili dostluqlar və yaxud dünyanın hər yerində və bizim də məşhur bəlalarımızdan biri adı rusca ifadə olunan bir Atqat mövzusu ilə bağlı idi. Yəni bir xidmətin ötürülməsinə görə həmən departamentin razılaşdığı bir məbləğdən söhbət gedir. Bu bir növ marketinqin ən çox bəlaya salmış proseslərdən biridir də. Ciddən iflic eləyən məsələlərdən biridir ki, həm həmən departamentin özünü iflic eləyir, həm də prosesi iflic eləyir. Bir də maliyyə kökənliliyini azaldır şirkətin. Məsələn, bir xidməti kimi 100 manat ala bilərsən, bu prosesdə məcbur proses bir 130-lara, 125-lərə falan gedir. Nəticədə şirkət dayanıqlığını itirir və marketinqin göstərdiyi xidmətlər bir növ da bahalı görünməyə başlayır. Bir bu problem var. İkincisi, burada dostluqlar məsələsi var, səmimi, əgər etiraf eləmək gərəkirsə, tövsiyə eləyən insanlar, dostluqlar, dayanıqlı münasibətlər falan. Bunun da bir rolu var. Amma əsas məsələlərdən biri bu dediyim maddi qarşılıq gözləmə tərəfləridir. Siz dediyiniz kimi, sizin kimi dayanıqlı bir xidmət və ya məhsul ortaya qoyan insanlar bir növ görünmürlər demərəm. Məsələn, mən bir marketinq mütəxəssisi olaraq demək olar ki, sizin buraxılışların çoxuna baxmışam da. Yolda da baxdığım olub, belə də baxdığım olub falan. Amma nəticədə buradan bu vibe almışam da, bu enerjini almışam. Xidmət verən bir növ marketinqin gözünə görünməlidir də. Təkcə vizualı istehsal eləməkdən daha çox, həm də onu satmaq üçün alətlər doğru istifadə olunmalıdır. Mən düşünürəm ki, sizin kimi keyfiyyətli kontent istehsal edən bu söhbət bütün platformalarda gedir də. Biraz daha çox satmaq lazımdır ki, məsələn, gözə daha çox göstərmək və yaxud reklam yeri ilə bağlı məlumatlar falan vermək. Məncə tam da qapalı deyil bazar. Yəni mütləq bir gün doğru yerdə doğru məhsulu yerləşdirmək olur. Burada sizin reklamınız ola bilərdi. Bəli, həqiqətən də.